Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Sağdaş Təhsil komandası olaraq bu günlərin Azərbaycanımızın çox gözəl bölgəsi olan Şəmkir rayonunda. Şəmkir rayonu hər zaman ziyalıları ilə, elm xadimlərlə, görkəmli şəxsiyyətlərlə, elmlər namizədləri, elmlər doktorları, tanınmış şəxsiyyətlərlə ölkədə seçilib və seçilibdir. Bugünkü gündə bizim qonağımız qabaqcıl və nümunəli rəhbərlərdən birini sizlərə təqdim etmək istəyirəm. Mənə buyurun, adınız, soyadınız? Həsənova İlahə Salmandır. Çox gözəl. İlahə müəllim, təhsil sahəsində neçə il çalışırsınız? 100 il. Hansı fənləri seçirsiniz? İbtidai sinif müəllimi. Çox gözəl. İbtidai sinif müəllimi, mən həmişə bunu deyim. Hansı məktəbində alanında çalışırsınız? Şəmkir şəhər Nizami Gəncə adına tam məktəb. Çox gözəl. Və onu sizə bildirmək istəyirəm ki, bütün ürünlərimiz demişkən, müəllimlik peşəsi ən şərəfli peşədir. Amma müəllimlik peşəsində də ən çətini, yəni ən ixtisaslarımızda ən çətini ibtidai sinifdir. Mən bu sözü həmişə demişəm, bir olsa fizik kitab müəllimi, qızıl qələm mükafatçısı kimi demişəm ki, hörmətli izləyicilərimiz, həqiqətən də kimyanı, fizikanı, o müəllimləri kiçiltmirəm, o işlərini sadəcə olaraq, onlar dünyanı dərk edən şagirdlərə dərs keçirlər, o fənni təbliğ edirlər, tədris edirlər, coğrafiya olsun. Amma ibtidai sinif müəllimi həm ilk rəqəmləri, ilk əlifbanı, ilk ana sözünü, ilk ata sözünü, vətən sözünü sizlər onlara öyrədirsiniz və hətta davranış qaydaları, etik və estetik qaydaları, müəllimlərlə davranış, əhali ilə, cəmaatla və əsl vətəndaş yetişdirirsiniz. Ona görə sizə öz adımızdan dərin təşəkkür edirəm. 21 il ərzində biz sizin şagirdlərinizin yetirmələrinizi bilirik ki, müxtəlif ali məktəbə qəbul olanlar var, sizdən bərabər seçkilə gəlib orada işləyənlər də var, müəllimlik peşəsində davam etdirənlər var. Yaxşı, siz nəyə görə o ixtisası seçdiniz? Bu qədər çətin bütün ixtisaslar olduğu halda. Yəqin ki, uşaqlara sevgimdən gəldim. Uşaqları çox sevirəm. Həqiqətən, balacalarla iş demək mənim üçün böyük zövqdür. Çox gözəl. Yəni, işimdən zövq olaraq bu işi görürəm. Çox gözəl. Biz sizlərlə fəxr edib, qürur duyuruq. Və ondan əlavə də inşallah bizim arzumuz odur ki, biz çəkilişimiz vasitəsindən fürsətdən istifadə edib, jurnalist nə iş görməlidir? Jurnalist ya tənqid yazmalıdır, ya ölkədə əhalinin arasında olan nöqsanları cəmiyyətə çatdıran şəxsdir, ya da ki, müsbətləri çatdırandır. Və mən bu fürsətdən istifadə edib Cənab Prezidentimizə, o cümlədən də Cənab Nazirə bildirmək istəyirəm ki, həqiqətən də müəllimə haqqında, biz layihə müəllimə haqqında gözəl sözlər etmişik. Arzu edirik ki, bizlər də xahiş edirik ki, həqiqətən belə müəllimə qabaqcıl döş şanı, tərəqqi medalı, əməkdar müəllim adına ən güclü ədlər verilməlidir. Ona da layiqdir. Sizə də adımızdan dərin təşəkkür edirəm. O gün olsun ki, ən güclü ədlərə layiq görüləsiniz, vətəniniz başınıza eləsiniz. Və biz bilirik ki, gözəl ailəniz var, gözəl övladlarınız var. Həyat yoldaşınız da sizə fəxr edilmişdir, qaynənəniz də fəxr edilmişdir. Qaynənənizin adı nədir? Günayə xanım, biz adınıza sağ ol deyirik. Təşəkkür edirik. Bütün maddi istəmişəm. Çox gözəl, çox gözəl. Və həyat yoldaşınızın adı? Eldar. Eldar bəy də sağ ol deyirik, dərin təşəkkürümüzü deyirik. Eldar bəy də fövqəladə çalışır, o da sizin yaxşı təhsildə uğur qazanmağınız üçün əldən gələn əsiri gəlir. Övladlarınız da var bildiyiniz gibi. Qızım Qarabağ Universitetinin İqtisadi fakültəsində oxuyur. Ay maşallah. Oğlum da Fövqəladə Hallar Akademiyasında sonraki öğrenci kursunda. Ay maşallah. Çox gözəl və sizin övladlarınıza da can sağlığı arzu edirik. Sağdaş Təhsil komandası olaraq sizi ki, mənlərlə fəxr edirik. Təşəkkürlər minnətdarım. Bugün 2025-ci il 26 demək aprel tarixidir. Bizim arzumuz odur ki, 10 ildən sonra, 5 ildən sonra bu kadrlara baxanda siz çox böyük bir lisədələr olasınız. Təşəkkürlər. Sağ olun.